Etiraf eləyək ki, yeni ilin gəlişinə ən çox sevinən uşaqlar olur. Elə Sovet hökumətinin 1935-ci ildə bu bayramın ailə çərçivəsində qeyd olunmasına icazə verməsinin əsas səbəblərindən biri də uşaqlarıdır. Həmin ilin dekabr ayının 28-də Ukrayna Komünist Partiyasının ikinci katibi Postışev Mərkəzi Komitəyə gəlin uşaqlarımıza yeni ildə yaxşı yolka şənliyi təşkil edək başlıqlı məktub göndərdi və bu məktub SSR-nin bir nömrəli mətbuat orqanı olan Pravda qəzetində çap olundu. Həmin il ilk dəfə SSR-də bu bayramın keçirilməsinə icazə verilsə də, yalnız 12 il sonra 1947-ci il yanvarın 1-i təqvimdə qırmızı rəqəmdə yazıldı. Bu isə o demək idi ki, yeni il artıq rəsmi dövlət bayramıdır, yəni istirahət günüdür. Bundan sonra müharibənin məşəqqətlərindən bezmiş əhali bu bayramı böyük sevinç və coşqu ilə qeyd etməyə başladı. Çünki o dövrdə bu heç bir siyasi məna verməyən yeganə bayram idi.